hələ də nə oynadığını başa düşməyən Fenerbahçe'nin qarşısında olduqca oturuşmuş bir Stuttgart var. Növbəti oyunların da çətinliyini nəzərə alaraq Fenerbahçe üçün bu maçdan pozitiv nəticə ilə ayrılmaq çox vacibdir. Siz kanalımıza abunə olun, biz isə Stuttgartı qısa şəkildə analiz edək. Öncədən deyək ki, biz Stuttgartın üzərindən çox qısaca keçəcəyik. Sadəcə olaraq sizə ilk dadını yaşatmaq üçün ki, komanda necə oynayır, komandada hardan təhlükə gözləmək olar və əlbəttə ki, Fenerbahçe'nin da şanslarını biz rahat şəkildə dəyərləndirə bilək. İlk başda əlbəttə ki, Stuttgart deyəndə bizim bu yay ağlımıza gələn ilk ad Voltemade idi. Onun bir neçə çox varlı elçisi var idi. İlk öncə bu Bavariya München idi. Bavariya 60 milyon istəyirdi. Amma Stuttgart bundan 10 milyon çox pul istəyirdi. Nəzərə alsaq ki, Voltemade ötən mövsümün ikinci yarısında, yəni kalendar ili ilə götürsək, yanvardan bu yana çox yaxşı təsir bağışlamışdı. Amma işlər bir qədər çıxılmaz nöqtəyə dirənən halda əlbəttə ki, göylərdən Newcastle United düşdü. Alexander Isak'a əvəz axtarırdı. Ona görə Voltemadeni 85 milyon üzərinə transfer etdi. Hansı ki, Bavariya rəhbərliyinin belə qısqanclığını doğurdu. Voltemadeni qoyaq bir qırağa, gəlin başa düşməyə çalışaq ki, Stuttgart ümumiyyətlə necə oynayır və Stuttgartın ən əsas oyunçuları kimlərdir? İlk öncə onu deyək ki, Fenerbahçe'yə bu maçda yaxşı şans verən amillərdən biri oyunun Türkiyədə keçirməyidir. Çünki Stuttgart bu mövsüm klassik ev komandası təsirini bağışlayır. Bu video çəkilərkən Stuttgart Almaniya çempionatında 6 maçın 4-ünü qalib gəlib, ikisində məğlub olub. Avropa Liqasında Celta Vigo'nu 2-1 məğlub edərək Basel 2-0 hesabı ilə məğlub olub. Əlbəttə ki, ümumilikdə komandanın bu mövsümdə kuboku çıxsaq 8 oyunu var və o 8 oyunun 4-ünü səfərdə keçirib və 3-ündə məğlub ayrılıb. Yalnız bir qələbəsi var. Bu da əlbəttə ki, Şükür Saracoğlu'da olan atmosferi nəzərə alaraq Fenerbahçe'nin şanslarını yaxşılaşdırır. Amma əlbəttə ki, Fenerbahçe'nin nə oynayacağı, nə oynaması, yəni Tedesco'nun oyun identitası olduqca vacib rol oynayacaq. Gördüyümüz kimi Dinamo Zagreb heç bir şey etmədən Fenerbahçe'ni məğlub etdi birinci oyunda, ikinci oyunda da Nitsa üzərində qələbə qazanılsa da orada inandırıcı bir oyun yox idi. Əgər həmin oyun Stuttgartla sərgilənərsə, Fenerbahçe'nin çox bəxti gətirməlidir ki, həmin maçdan hansısa bir nəticə əldə etsin və Fenerbahçe'nin bəxti daha bir elementə gətirə bilər ki, əgər bu maçda Stuttgartın yeni hücumçusu olan Demirovic forma geyməsə. Çünki oyunçu zədəlidir və Fenerbahçe ilə oyuna qayıdıb-qayıtmaması böyük bir sual mövzusudur. Gəlin Stuttgartı başa düşməyə çalışaq. Burada əlbəttə ki, gördüyümüz kimi komanda 4-2-3-1 oynayır. Hönnes klassik Alman məşqçisi olduğuna görə klassik Alman fəlsəfəsi ilə komandasını hazırlaşdırır. Düzdür, Eintracht qədər fatal bir növ hücuma gedib, hücuma gedərək, arxaya qaçmaq yoxdur. Stuttgart bir qədər kompakt oynamağa çalışır, amma günün sonunda Stuttgart yenə də klassik Bundesliga komandasıdır. Mən klassik Bundesliga komandası deyəndə nəyi nəzərdə tuturam? Yəni, bir növ çempionatın hardasa bir trendi var. Bütün komandalar demək olar ki, o trendə uyğun işləyir və Stuttgartda bu mənada istisna deyil. Dediyim kimi, Eintracht kimi radikal nümunə olmasa da. Stuttgart əlbəttə ki, əsas olaraq hücuma keçdikdə cinah overloadundan aktiv şəkildə istifadə edir. Cinah overloadu artıq çox yaxşı bilir ki, nədir? Cinah müdafiəçiləri hücuma qoşularaq, wingerlərlə kombinə edərək cinahda say üstünlüyü yaratmağa çalışır. Onlara 10 nömrə El-Xunusi, hansı ki çox vacib oyunçudur və ya dayaq yarım müdafiəçilərindən biri, hansı ki komandanın ən vacib oyunçusu olan Stiller burada var, kömək eləməyə çalışır. Üstəlik 10 nömrə kimi El-Xunusinin bir növ sərbəst lisenziyası var ki, baş məşqçidən o meydanda azad rəssam funksiyasını yerinə yetirsin. Hücum edəndə cərimə meydançasına girən ikinci oyunçu ola bilər və ya cərimə meydançasının həndəvərində olub hansısa bir cinaha yüklənə bilər, həmin cinahdan hücum gedərkən və təhlükəli epizod yarada bilər. Gəlin bir neçə epizodda El-Xunusinin effektivliyini görməyə çalışaq. El-Xunusi, baxın, burada gələrək say üstünlüyünün əldə olunmasına kömək eləyir və hansı ki, qolla nəticələnəcək. Çünki ilk başlanğıcda elə gələ bilər ki, tamam, adamın funksiyası bir qədər var, amma fundamental deyil, amma əksinə elə deyil. Yəni o say üstünlüyü həmin qolun bir növ özürlüyünü qoymuş olur. İkinci bir məsələ, Hönnesin sərbəstlik verilməsi nə deməkdir? Baxın, El-Xunusinin uzaqdan yaxşı zərbələri var və o bu zərbələri dəfələrlə yerinə yetirir. Oyun ərzində El-Xunusinin zərbə ortalaması 1.92-dir. Yəni belə normal dildə danışsaq, hardasa bir maç ərzində adam 2 uzaqdan zərbə vurur. Nəzərə alsaq ki, oyunçu nə qədər texnikalıdır. Yəni bu zərbələri o hardan gəldi vurmayacaq. Hardakı təhlükə yarada bilər, ona inandığı halda vurur. Gəlin iki epizoda baxaq. Komandanın daha bir silahı kornerlərdir. Məsələn, gəlin buna baxaq. Burada Chemo Andres əvəz etmə olaraq meydana girir və Borussia Mönchengladbach-a qarşı fərqlənir. Burada isə artıq
Avropa Liqasıdır və Silas Celta Vigo'ya qarşı qol vurur. Yəni Fenerbahçe rəqibin standartlarından qorunmalıdır. Çünki ötən mövsümdə Stuttgart standartlardan 11 qol vurmuşdu və əksinə o qədər də böyük rəqəm olmasa da, amma Stuttgart kimi komanda üçün olduqca ciddi bir göstəricidir və nəzərə alsaq ki, bu mövsüm artıq 2 belə qol var, hansı ki necə gördünüz. Fenerbahçe müdafiəsi bundan ehtiyatlı olmalıdır. Biz bayaq Demirovic haqqında danışdıq. Biz bildirdik ki, Demirovicin olub-olmaması çox şey dəyişəcək. Bu mövsüm komanda etdiyi transferlərdən bir Demirovic, bir də El-Khanouzi olduqca artıq indidən uğurlu investisiya sayılır. Növbəti Voltemade yetişə bilər. Onların ikisindən birinin qismində. Amma gəlin əlbəttə ki, Demirovic haqqında danışdıqda bu şahanə qolu unutmaq olmaz. Gəlin bu kombinasiya və bu qola baxaq. Lakin gəlin baxın, mən dediyim o Bundesliqada olan o suicidal bir trend var da, hansı ki inanılmaz şəkildə hücuma gedib və ya əks hücum eləmək, qapıda oturub sürətli əks hücum eləmək. Yəni mövqe futbol deyilən bir şey burada təbliğ olunmur, sevilmir. Məsələn, baxın burada rəqib komanda hücuma gedir və əks hücumda 3-1 tutulur. Əlbəttə ki, cərimə meydançası da özdə. Və əlbəttə ki, bu absurd, amma bu əgər siz Bundesliqaya baxırsınız, bu Bundesliqanın klassikasıdır. Və burada da əlbəttə ki, Demirovic fərqlənir. Demirovicdən danışıb komandanın ən unikal personajı olan Ştillerdən danışmamaq olmur. Ştiller'in adı yay transfer pəncərəsində Realla hallandı və ona yeni Toni Kroos deyilirdi. Amma özünə bir dəfə Kromovic demişdi. Yəni həm Kroos'un, həm də Modric'in özəlliklərini özündə ehtiva edir. Gəlin Ştiller'i Toni Kroos'la müqayisə edən bir metrika baxaq. Burada biz Ştiller'in progressiv paslarını, yəni hücuma yönəlik yaradıcı paslarını görürük. Və bəzən isə Hönnesin belə bir gedişi olur. El-Khanouzi'ni cinah yükləməsində adam cinahda və ya yarım cinahda istifadə edir. Bu zaman ikinci hücumçu kimi və ya ikinci 10 nömrə kimi Ştiller bu funksiyanı öz çiyinlərinə götürərək baxın belə bir epizod yaradır. Və daha bir epizod yenə də analoji situasiya, yenə də bir növ komandanın hücum fazasında Ştiller 6 nömrədən 8-10 nömrəyə çevrilir və qolun pasını atır. Ştiller bu mövsümə öz standartlarının ortasında başlayıb, ötən mövsüm o fenomenal bir mövsüm keçirmişdi. Amma əminik ki, bu mövsümdə o keçənki formasına qayıtsa, Real Madrid onu bəyənməsə də, bəlkə də Manchester United və ya hansı bir İngilis klubu onu transfer edəcək. Çünki Ştiller'in funksiyonalı çox böyükdür. O həm 6, həm də ki 8 nömrə funksiyasını ideal şəkildə yerinə yetirir və həm 4-2-3-1, həm də 3-4-2-1'lik komandada da adını çəkmirəm. Həmin o formasiyaya çox orqanik şəkildə uyğunlaşa bilər. Ştiller'in yeganə eybi, hansı ki Fenerbahçe ilə bu arada oyunda özünü göstərə bilər, onun fiziki cəhətdən kifayət qədər güclü olmamasıdır. Bu ötən mövsümdə zaman-zaman özünü göstərdi Çempionlar Liqasının oyununda. Hardakı fiziki cəhətdən güclü rəqiblər sadəcə olaraq Stuttgart orta sahəsini Ştiller'də içində olmaqla fizikasının sayəsində əzirdi. Ona görə də Ştiller'ə aktiv şəkildə Atakan Corazor kömək eləyir. Corazor bir növ həm Ştiller hücuma gedəndə single pivot, yəni tək dayaq müdafiəsini çevrilərək bütün bu zonanı radar kimi skan eləyir və eyni zamanda Ştiller məsələn üçün sayazlığında təklənəndə öz sürəti hesabına ona kömək etməyə çalışır. Və əlbəttə gördüyümüz kimi yenə də burada da elə bir taktika var ki, komandanın bütün keçid hissəsi, yəni həm müdafiəçilər, əsasən də xüsusən də Atakan Corazor Ştiller'in özünün ən yaxşı oyunu oynamaq üçün kömək edir və əlbəttə ki, əgər sən Luka Modric və Toni Kroos'la müqayisə olunursansa, haradasa biraz şişirtməklə, amma progressiv paslarından biz görürük ki, Kroos'la müqayisə olmağının harda aktuallığı var. Bütün komanda sənə kömək eləyəcək. Ştiller Stuttgart'ın müdafiəsi ilə hücumunu bir növ kleləyən, bir növ onu harmonik şəkildə cilalayan bir futbolçudur. Onun man markinglə neytrallaşdırılması əgər uğurlu şəkildə olarsa, Fenerbahçe'yə meydanın ortasında çox böyük bir üstünlük verəcək. Amma çox vacibdir ki, Fenerbahçe konkret olaraq Stuttgart'ın orta sahəsi ilə, xüsusilə El-Khanouzi və Ştiller'ə qarşı necə oynayacaq, o oyun planını əvvəldən bilsin. Çünki bəzən Fenerbahçe, xüsusilə məsələn Zagreblə görüşdükdə təsir bağışlayırdı ki, rəqib komandanın kifayət qədər öyrənmir və rəqib komandanın gücü və zəif tərəflərini başa düşmür. Gəlin indi Stuttgart'ın zəif tərəflərindən danışaq. Komanda müdafiə olduqda nə baş verir? Müdafiə olduqda komanda hardasa, bax gördüyümüz kimi idealda Hönnes özü də bildirib ki, onun ideal müdafiə planı budur. 5-3-2. İstənilən 5-3-2 taktikası ilə müdafiə olunan komandanın əsas məqsədi ondan ibarətdir ki, həm müdafiənin birinci xəttini betonlasın, həm də ki, o xəttlər arasındakı məsafəni qapasın ki, rəqibi ancaq cinahlardan çıxmağa məcbur etsin və cinahlardan çıxmağa məcbur olanda rəqib yeganə hücumu inkişaf etdirmək ssenarisi asmalardır.
bizə tamaşaçı kimi asmalar təhlükəli silah kimi gələ bilər, amma əslində asmalar hücumun kəsərliyini çox azaldır və ondan qorunmaq qat-qat asandır. Özü nəzərə alsaq ki, əgər Stuttgartın 3 və ya 4 futbolçusu rəqibin 1 və ya 2 futbolçusuna qarşı oynayacaq, burada say üstünlüyü olduqca vacibdir. Lakin Hönes bu işin öhdəsindən o qədər də rahat şəkildə gəlmir. Baxın bu epizoda. Baxın burada domino effekti ilə həmin o beşliyin dağılması baş verir. Hansı ki olmamalıdır, kompakt yerində durmalıdır. İlk olaraq sol cinah müdafiəçisinin diqqəti rəqib oyunçuya yönəlir. Sonra onu kompensasiya etmək istəyən sol cinah müdafiəçisi onun yerinə gedir və nəticədə əlbəttə ki, Stuttgartın o beşli divarı darmadağın olunur və oradan rəqib çox asanlıqla hücum edə bilir. Bu epizodda isə olduqca maraqlı bir şey. Rəqib 2 oyunçu ilə cinahla hücum edir. Winger və cinah müdafiəçisi. Stuttgartın 2 futbolçusu ona qarşıdır. Bu normaldır, amma normal olmayan baxın aradakı məsafədir. Həmin məsafədə bu epizodda konkret olaraq futbolçu yoxdur. Ona görə asma gəlir. Amma Fenerbahçe'dən sürətlə o epizoda, o koridora girən futbolçu olsa olduqca təhlükəli bir vəziyyət yaranır. Çünki həmin futbolçu həm zərbə mövqeyinə çıxır, həm də ki kəsərli pas mövqeyinə çıxır. Yəni iki ssenari ilə qarşılaşır. Nəzərə alsaq ki, belə ssenarilər futbolçular dəfələrlə məşq edir. Həmin epizodda təhlükəli bir vəziyyət yaratmaq olduqca asandır. Və baxın bu epizodda da Stuttgartda 5-3-2 işləmir. Bir tərəfdən beşli müdafiə yerindədir, amma ikinci sədd hardadır? Çünki istənilən komanda, yenə bunu təkrarlayaq ki, sadəcə 5 nəfər yox, 6 nəfər də qoysan ora bir xəttdə o qədər də təhlükəli deyil. 2 xətt olması vacibdir. Yəni bəzən 4-4-2 qat-qat effektiv ola bilər, nəinki 5-4-1. Stuttgartda isə baxın bu epizodda həmin o beşli son və ilk xəttdir rəqibin qarşısında. Çünki onun qabağında olan üçlü ümumiyyətlə geri qayıtmağa macal tapmayıb. Həmçinin Stuttgart build-up fazasının əvvəlində təzyiq edən rəqibə qarşı özünü çox qeyri-komfortlu hiss edir. Baxın bu epizoda bu Celta ilə maçdandır. Bu isə Basel oyundandır. Basel oyununda mən sizə 2 epizod göstərə bilərəm. Birinci epizod qolla nəticələnir və daha bir epizod baxın burada baş verir. Düzdür, Fenerbahçe Jose Mourinho rəhbərliyi altında ümumiyyətlə belə təzyiqlə rəqibi boğmurdu. Tedesco da rəqibi öz zonasında təzyiq etmək hələ ki biraz xaotikdir. Onu bəzi Fenerbahçe cəhdləri edir, bəzən onun başını buraxır. Ona görə mən fikirləşirəm ki, Fenerbahçe bu oyun elementindən istifadə etməyəcək. Komanda daha çox rəqib müdafiə xəttinin arasına girməklə və ya cinahdan hücum edərək o beşlini cinahdan eksploatasiya etməklə və cinah oyunçusunun diqqətini özünə cəlb etməklə sərbəst koridorlar yarada bilər. Sonda, əziz Fenerbahçe azarkeşləri, mən sizin fikrinizi bu maçla bağlı bilmək istəyirəm və ümumiyyətlə Tedesco hansı futbol oynayır və siz onun Stuttgarta qarşı hansı oyun oynayacağını gözləyirsiniz. Çünki Stuttgartın oyun sxemi bəllidir, komandanın üstün və zəif cəhətləri göz qabağındadır. Amma Fenerbahçe ilə bağlı hansısa nəticələrə gəlmək elə bizə çox çətindir. Ona görə də əgər fikriniz varsa, lütfən buyurun şərhlərdə onu bildirin. Videonu bəyəndinizsə kanalımıza abunə olun və əlbəttə ki like düyməsini basın.